Mən Tağıyev Elbi Telmanoğlu, Xocavənd rayonun Qaradağ kəndində. Özüm Xocavənd rayonun Quzum kəndində işləyirəm. Özüm şəhid oğluyam. Quzum kənddə işləmişəm, alacağım var, alacağımı ala bilmirəm. Biz neyiniyək, nətər eləyək? Bu şikayətimizi kimə bildirək? Xahiş edirəm, yuxarıda oturanlar bizim səsimizə səs verin, bizim pulumuzu alın verin. Sizdən artıq dərəcədə xahiş edirəm. Neçə vaxtdır qardaş deyirlər ki, hələ bugün səhər, ikinci gün, beşinci gün, ikinci gün, beşinci gün. Özümüz hər şey yaddan çıxarmışlar, bir də ikinci gündən beşinci günü bilirik. Vəssalam, ortada da hesab yoxdur qardaş. Bəli, bəli. 5 manatımız var, gəlsinlər 5 manatımızı versinlər, çıxaq gedək. 3 manatımız yoxumuzdur, yenə də disilər ki, qardaş yoxumuzdur. Gəlsinlər otursunlar. Mən 10 gün otursunlar. İndi 10 mən kim verəcək pulu? Qardaş, bu bəyaz inşaatın rəhbərliyidir. Ya burada yiyinti balacalardadır. Kimdənsə qardaş gəlsinlər, çıxsınlar üzrə, bizim pulumuzu versinlər. Biz evdə qoz fındıq yetişdirmirik, ha. Bala yetişdiririk, evlad yetişdiririk. 3 kilometr gəlmişəm bura ki, mən gəliblə burada kimləsə üzgöz olmağa gəlməmişəm, kiminsə də sözünü eşitməyə gəlməmişəm. Gəlmişəm pulumu qazanım, aparım balalarıma yiyizdim. Halal zəhmətimlə, öz əllərimlə. Gətirin qardaş, ya bizim pulumuzu verin, ya da elə bizim pulumuzu verin. Başqa kod yox. Hamımız pulumuzu istiyoruz, hakkımızı istiyoruz. Yağmur ayında değil, neçə ay işləyirik kardeşim. Pulumuzu alabiliriz. Borcumuz, xərcimiz var, bu qədər yol gəlmiş. Xahiş edirik bizim işimizi alalım. Zəhmət olsun, bizim işimiz açılır. Arada lazımdır göndəriləcək, hər yerə göndəriləcək qardaş. Mümkün yox, ta bundan hocası yox. Mən Əliyev Həsən Yar Məmmədoğlu Füzuli rayon Böyük Bəhməni kəndində 2022-ci il sentyabrın 9-u terror təxribatının qarşısını alarkən yaralanmışam. Kapalı gəlib beyin travması, kör qəlbə yaran var. Gəlib burada fəhli işləm gün 30 manata. Mənim bax 3 aydır bəyaz inşaatı mən pulumu ala bilmirəm. Bax ancaq fırram. Bax qalmışam buralarda. Tək sən bilirsən hamı. O dayananlar ki, hamısı. Hamı. Bizim səsimizə səs verin. Sağ olun. Xahiş edirəm.